Deməli, əziz tələbələr, tez-tez gələn suallardan biri budur ki, biz məsəl üçün bakalavrı bu ixtisas üzrə bitirmişik. Biz magistraturada hansı ixtisasları seçə bilərik? Baxın, bu keçən ilki 2024-cü ildəki magistr jurnal 3-dür. Təbii ki, bu il üçün də olacaq, amma elə buna da baxıb təxminən bilmək olar ki, kim hansı ixtisasları seçə bilər. Birinci növbədə bilirik ki, 45 baldan yuxarı toplayan hər kəs MBA proqramını seçim edə bilər. Təbii ki, heç olmasa bir 50 və üzəri olsa daha yaxşı olar ora düşmək üçün, amma 45 üzərində hər kəsin oranı seçmə hüququ var. Digər bir məsələ, bu magistr jurnal 3-dən siz istifadə edərək özünüzə aid olan ixtisasları tapa bilərsiniz. Bu jurnalı mən WhatsApp-da ixtisas seçimi qrupumuzda paylaşmışam tələbələrlə. Siz də internetdən bunu tapa bilərsiniz və buradan özünüzə aid olan şeyləri müəyyənləşdirə bilərsiniz. Məsələn, bu jurnaldan biz necə işləyirik? Necə istifadə edirik? Deyək ki, məsələn, bizim ixtisasımız olsun, hər hansı bir ixtisas seçək buradan. Belə bilinən bir ixtisas olsun, məsəl üçün. Məsəl üçün, kimya mühəndisliyi. Deyək ki, mən universitetdə bakalavr təhsilim kimya mühəndisliyi sahəsindədir. Düzdür? O zaman kimya mühəndisliyin bu sol tərəfdən tapırsan və bunun qarşısında, qarşı tərəfində hansı ixtisaslar var? Bax, onların hamısını kimya mühəndisliyi seçə bilər. Buradan həm birinci bölmədəki olanları, həm ikinci bölmədə olanları, həm üçüncü bölmədə olanları, həm də dördüncü bölmədə olanları. Bunların hamısını seçə bilərsən. Düzdür, bunlar fərqli-fərqli proqramlara məxsusdur və onların minimal limit balları fərqlidir. Məsəl üçün, bu sahəni seçmək üçün 18-ci proqramdır bunlar. Və minimal 40 balınız olmalıdır. Seçmə, belə deyək, eləmək üçün. Amma məsəl üçün, bunları seçmək üçün bu ikisi hamısı 19-cu proqramdır. Həm bura, həm bura. Amma buradakıları seçmək üçün sizin 40 balınız minimum olmalıdır. Buradakıları seçmək üçün 45 balınız olmalıdır. Yəni fərqli-fərqli limitlər qoymuşdur. Məsələn, başqa bir şey, qida mühəndisliyi. Qida mühəndisliyini oxuyursunuzsa, siz məsəl üçün buradan bura qədər olanların hamısını seçə bilərsiniz. Bunları seçmək üçün 20-ci proqramda iştirak edəcəksiniz və minimum 40 balınız olmalıdır. Burada isə məsələn 21-ci proqram olacaq. Yenə də minimal 40 bal olacaq. Amma həm bunları seçə bilərsiniz, həm bunları seçə bilərsiniz. Yəni burada heç qəliz bir şey yoxdur. Özünüzün nə seçə biləcəyini, minimal bal tələbini bu magistr 3 jurnalından rahatlıqla tapa bilərsiniz.